Bu testlər 16 testdən ibarətdir. Yalnız qrammatik testlərdir. Gülnarə Ümidovanın tərtib elədiyi testlərin izahı olacaqdır. Noun, kəmiyyət, bir də artikeldən ibarətdir. Birinci testdən başlayaq. Close meaning, yaxın mənalıları istəyir. Yaxın mənalıları present, hədiyyə, old, köhnə, yaşlı, qədim, awful, bərbad, ancient, qədim, antique də qədim. Deməli, close meaning yaxın mənalıları istəyirsə 3, 4, 5 C variantı olacaqdır. 2-də nöqtələrdən sonra practice gəlibdir, nöqtələrdən əvvəl to gəlibdir. Biz bilirik ki, so, to, very bunlardan sonra article kəmiyyət gəlməz. Practice sayılmayandır, sayılmayanlarla many, few gəlməz, çünki cəm istəyirlər. Olur cavabımız C variantı. He didn't do well because he had to practice. Onun çox az təcrübəsi var idi. 3-ə baxırıq. Will need cavablardan qaydaq. Hamısında money sözü görürəm. Money pul sayılmayandır. E variantı çıxdı. Cəmlənə bilməz. Sayılmayan ismin qarşısında E artiklı işlənə bilməz. Few, a few, many bunlardan sonra yalnız cəm isim gəlir. A variantı some olacaqdır. Some'dan sonra həm cəm, həm sayılmayan isim gələr. 4-cü testdə yelik qaydasıdır. E artiklı gəlibsə yanındakı isim cəmdə idi. Cəmdə ola bilməz. Apostrof S gəlməlidir. Yəni təkdə gəlməlidir. En artiklından sonra apostrof S gəlməlidir. Burada S artırılıb cəmlənibdir. B variantında cats cəmlənibdir. Pişiklər cəm isimlərin yelik halı təkcə S apostrofla olacaqdır. İkinci apostrof S-ə ehtiyac yoxdur. C variantında boys, bicycles, oğlanların velosipedləri, oğlanlar cəmdədir. Cəm isimlərin yəliyi S apostrofu, bəli, doğrudur. D variantında mouse siçan deməkdir. Siçanlar dedikdə mice deməliyik, S ilə cəmlənmir. Əgər S ilə cəmlənibsə, bu kompüterin mışı siçan mənasındadır. Yəni burada tail, quyruq uyğun deyil. Canlıdan danışır burada. Mouse, mice olacaq. E variantında women cəm kökdən dəyişməklə düzələn isimlər, yelikləri apostrof S ilə düzəlir. Demək ki, E variantı da səhvdir. Cavab olur C variantı. 5-də məndən yelik istəyir. Cümləni tam oxumaq məcburiyyətindəyik. Çünki bəzən birincini yelik vermir, ancaq ikincini yelik verir. Bizi aldadır, sonra saxlayır yeliyi. Let apostrof S yelik deyil, amma birinci deməli Justin apostrof S-i saxladıq. B variantında just adverb gəlibdir, yəni zərf gəlibdir. Time adverb zaman zərfi, zaman zərfi gələrsə yelik deyil. C variantında got gələrsə yelik deyil. D variantında apostrof S-dən sonra article gəlib. Ümumiyyətlə there is, there ifadəsi yelik deyil. E variantında hands əllər, bədən üzvləri ortaq yelik olmaz. Lucy apostrof S, Anna apostrof S olmalıydı. E variantı səhvdir. Qaldı cavabım A variantı. Sadəcə burada nəyə baxdım? Mən Justinlə D artiklı işlənməsinə. Qalır cavabım A variantı. Bəzən ola bilər ki, siz burada çaşa bilərsiniz ki, yəni ailə olsun, xeyr, bir nəfərdir, apostrof S olmalıdır. 6-da Mars planetlərlə artikl işlənmir, yalnız planet sözü gələrsə yanında, bu hissədə planet olsaydı. Baxıb deyərsiniz, burada planet sözü var, bəs mən niyə artikl işlətmirəm? Planet adının yanında olmalıdır. Uzaqdadırsa onun aidiyyatı yoxdur. İkinci tərəfdə first, 4-cü TH veribdir. Sıra sayıları ilə D artiklı işlənəcəkdir. San tək varlıqlarda D artiklı B variantı olacaqdır. 7-də play, gitar, musiqi aləti gələrsə, playdən sonra D artiklı olacaqdır. A və B variantı qalır. New Year bayramdır. D artiklı olmaz. Qalır cavabın B variantı. 8-də Monday həftənin günüdür, xüsusi isimdir, artikl olmayacaqdır. İkinci tərəfdə busiest, S var. Üstünlük dərəcəsidir, olacaq A variantı. 9-da richest, S üstünlükdür, D artiklı olacaqdır. Biggest üstünlükdür, D artiklı olacaqdır. İkisi də D. Baxaq görək hansı variant olur? Bəli, B variantı. 10-da baxıram Trafalgar Square. Biz deyirik ki, gəzişdiyimiz yerlər, sizə necə deyirəm, gəzişdiyimiz yerlər. Yəni küçə, park, meydan, küçə, park, meydan, küçə, street, park, meydan, square. Əgər xüsusiləşibdirsə, yəni adı verilibdirsə, boşluq olacaq B variantı, C variantı gedəcək. İkinci tərəfdə mostdan sonra famous gəlib, sifət gəlib, deməli sifətin üstünlük dərəcəsidir. D artikl olmalıdır, A variantı.
11-də excited həyəcanlı deməkdir. Həyəcanlı, confused çaşqın, scared qorxmuş. Deməli, happy veribdirsə, deməli 1 olacaqdır. A, thrilled about something, confused çaşqın, unsure qeyri-əmin, not understanding something. Nəyisə başa düşməyibdir. 3-də də fear ilə qorxu deməkdir. 3-ə o A olacaqdır. 3-ə A. Mən nə isə səhv işarələdim. Hə, A deyib B yazmışam. B deməli demişəm, çaşdım. B demişəm, A yazmışam. Deməli, excited həyəcanlıya 1-ə B olacaqdı, 2-ə C, 3-ə də A, B, C, A hansında olacaq? A variantında. 12-də yenə article'dır. Deməli, Alps dağlardır. Dağlar görürsünüz, sonunda S var. Əgər bir dağ deyil, sıra dağlardır, dağ silsilələrdirsə, D article olacaqdır. A, D getdi. Switzerland ölkənin adıdır. Ay müəllim, bilmədim ölkə adı olduğunu, qarşısında in və ya to işlənibdirsə, deməli, ölkə yer adıdır. İstər şəhər olsun, istər ölkə olsun, fərq eləmir, article işlənməyəcəkdir. İkinci tərəfdə article olmur. Lastdan sonra da summer yay deməkdir. Zaman zərfidir. Lastdır, nextdir, zaman mənalı söz gəlibdirsə, demək zaman zərfidir. Boşluq olacaqdır B variantı. 13-də məndən şərti düzgün oxuyaq. Incorrect səhv istəyir. Trump apostrofes, bəli, bir nəfərdir. Yəli apostrofes düzdür. Qardaşımın yeni işi düzdür. At the dentist düzdür. Teachers lounge, bəli, düzdür. Cəm isimdir, S apostrof. Ancaq today, tomorrow, yesterday heç vaxt cəmlənməz. S apostrof olmaz. Həmişə apostrof S olmalıdır. Ona görə E variantı. Baxıram sonra 14-də yenə kəmiyyət qaydasıdır. Only'dən sonra E gəlməlidir, FU olmalı idi. Only'dən sonra many gəlməz, FU a little gələ bilər. Only'dən sonra some gələ bilər. Students veribdir, cəmdədir. Cəmdirsə a little verə bilmərəm. Only a lot of olmaz. A lot of yalnız saçdan sonra işlənir. Qalır cavabım D variantı. 15-də ment sufiksi qoşulan movement olacaqdır. Politeness, childhood, laziness, happiness, ancaq B-də movement olacaqdır. 16-da derivativ D-dan yadda saxlayırıq. S, simple, sadə, D, derivativ, düzəltmə, D, düzəltmə, compound mı, mürəkkəb, belə yadda saxlaya bilərsiniz. Şəkilçi lazımdır mənə. Worship mürəkkəbdir, steamship mürəkkəbdir. 1-2 qalacaqdır, 1-2 A variantı. Birinci sürətli təkrarın izahı bitdi.